Və Azərfət müəllim, sizinlə davam edirik. Biz yardımlaşma deyəndə adətən ağlımıza maddi yardımlaşma gəlir. Bu yardımlaşmanın başqa növləri varmı və yaxud da bundan daha üstün bir yardımlaşma varmı ki, maddi formalarından daha üstün olsun? Belə bir atalar sözü var deyəsən, deyir ki, balıq verməkdənsə ən gözəl iş balığı tutmağı öyrətməkdir. Yəni, bu bir həqiqətən gözəl bir tövsiyədir. Biri var ki, ancaq kiməsə nəyisə verirsən, bir də var ona o işi görməyi öyrədirsən. Allah Rəsulunun yanına bir nəfər gəlir, Allah Rəsulundan bir şey istəyir. Təbii ki, Allah Rəsulu yerinə görə, adamına görə fərqli-fərqli addımlar atıb. Yaşlı adama görə fərqli addım atıb, gəncə görə fərqli addım atıb, müxtəlif sahələrdə və eyni zamanda elə yoxsul gəlib ki, Allah Rəsulu heç o onun üzünə baxmadan, üzünə baxıb abırı getməsin, həyası getməsin, şəxsiyyəti zədələnməsin deyə üzünə baxmadan istədiyini artıqlaması ilə verir. Elə yerdə olub ki, qarşıdakı gələn insanı daha dərindən tanıyıb, daha fərqli tanıyıb və yaxud onda olan o potensialı görüb, sadəcə görür ki, o potensial var, amma tənbəlliklə məşğuldur, süslüklə məşğuldur, ona da fərqli yanaşır. Məsələn, gəlir Allah Rəsulunun yanında deyir ki, mənə yardım elə. Allah Rəsulu deyir ki, evində nəyim var? Deyir ki, köhnə bir dənə xalçam var, başqa heç nəyim yox. Deyir, gətir onu. Gətirir, onu satdırır. Sahabələrdən biri alır. Alandan sonra deyir, get bunun bir balta al. O balta ilə get odun qır. Apar, onu da sat. Bu həmin gələn şəxs gedir, o balta ilə odun qırır, o odunu satır, əldə bir 15 gündən sonra Allah Rəsulunun yanına gəlir, bir deyək 15 dinar pul gətirir. Deyir, indi apar, bu 15 dinarı evin içində xərclə, ailənin içində xərclə, dolayısıyla ona bir zəhmətin yolunu öyrədir. Bu baxımdan biz insanlara yardım etmək əlimizdən nə gəlirsə, yıxılıb yataqda xəstədir, biz gedib ona hansısa bir işin yolunu öyrətməyəcək. Çünki adam da çarəsizdir, həmin vaxt yiyəcək qidəyə ehtiyacı var, ona bir xidmətə ehtiyacı var. Ona o cür formada yardım edəcəksin. Amma insan başı gəncdir, əli yerində, ayağı yerində. Məsələn, ona yardım eləyib təhsil almasına köməklik edə bilərsən. Ona yardım eləyib hansısa bir kurs keçməsinə yardım edə bilərsən. Ona yardım eləyib hardasa işləməsinə köməklik göstərə bilərsən ki, tanıdığın insan var, təbii ki, o da güvəniləcək, etibarlı bir insandırsa, gedib orada satıcı işləyər. Gedib tanışın var, yönəldərsən, bir maşın götürər, sürücü işləyər. Nə bilim, fəhləlik eləyər, ustalıq eləyər. Fərqli yönlərlə sənin yardımın ona o olar ki, əlində etmək imkanın olduğu şeyləri ondan əsirgəməz. Yəni, yardım etmək sözümlə, əməlimlə, tutmağımla, pulumla, maddiyyatımla, yəni hansı sahə olursa olsun, nə edə bilərəmsə, o edəcəyim şey yardımdır. Onu etmirəmsə, artıq o yardımımı əsirgəyirəm. Ən gözəl yardım, bəlkə də yardımın ən üstünü insanın bir-birinə haqqı tövsiyə etməsidir. İnsana iman həqiqətlərini öyrətməsidir. İnsan ola bilsin, böyük zənginliyə sahibdir, ona nə yardım edəsən? Onun maddi yardıma ehtiyacı yoxdur, amma onun mənəviyyata ehtiyacı var. Ona yardım edib, ona iman həqiqətlərini, İslamın həqiqətlərini öyrədəsən. Ona yardım edib, yardım etməyin yolunu öyrədəsən. Adamın maddiyyatı var, imkanı var, yardıma ehtiyacı yoxdur. Amma bir də yardıma ehtiyacı var ki, sən ona yardım edəsən, kömək edəsən ki, bax qardaşım, qurtuluşun yolu insanlara yardım etməkdən keçir. Sən ona yardım edib gözəl insan olmağı öyrədəsən, sən ona yardım edib İslamın dinin xidmətçisi olmağı öyrədəsən və fərqli-fərqli yollarla yardım etməyin yolları, imkanları böyüdür ki, bəzən iman əhlidir, amma kibir sahibidir. Yardım edib onu kibirdən qurtarasan. İman əhlidir, ucub sahibidir. Yardım edib onu ucubdan qurtarasan. İman əhlidir, nə bilim, insanları dili ilə incidir. Yardım edib onu dilindən qurtarasan. Fərqli-fərqli yollarla edəcəyimiz bir-birimizin yanında olmaq, müsəlman olmaq, kömək etməyimiz elə hər sahədə yardım sahibimiz olur. Çox sağ olun, təşəkkür edirik.